Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Neçə qəhrəmanlar yetişdirib bu müqəddəs torpaq, ulu diyar. Bu torpaq Babəklərin, Cavanşirlərin, Koroğluların vətənidir. Belə qəhrəmanlar həmişə yaşamışdı və daim yaşayacaqdı. Azərbaycan torpağının yetişdirdiyi qəhrəmanlardan biri də odur, Əliyev Ələkbər Həsənoğlu. Uşaq vaxtı da, məktəbdə də, dərsdə zətdə müəllimlər bizə qəhrəmanlardan danışırdı. Koroğludan, Babəkdən. Və elə bir ki, biz böyüyüb başa çatanda başa düşürdüm ki, daha dərk eləməyə başladım ki, həmin qəhrəmanlardan biri də mənim atamdır. Ələkbər Əliyev 1955-ci ilin dekabr ayının 22-sində Qubadlı rayonunun İşıqlı kəndində dünyaya gəlib. 1972-ci ildə kənd orta məktəbini bitirib və Sumqayıt Politexnik Texnikumuna daxil olmuşdu. 9 uşaq olmuşuq. Böyükləri mən olmuşam, Təvəkkül dadım. Məndən xırda qardaşlarım var, bacılarım var. Yaşayan da var, yaşamayan da var. O qardaş bacımın həm atası olmuşam, həm böyük qardaşlarım. Evin böyüyü mən olmuşam. Təhsilini başa vurduqdan sonra Sovet ordusu sıralarında xidmət etmişdi. Vətənə döndükdən sonra Qubadlı rayon Kimya Birliyinin sədri, bir müddət sonra isə kəndlərində savxoz direktorunun müavini vəzifəsində işləmişdi. Ələkbərlə mən, yaş fərqimiz 7-8 il olsa da, biz rayonda həm qardaş olmuş, həm dost. Amma bütün kənd cəmaatı bizim o dostluğumuzda deyirlər, siz qardaşsınız belə, bəzi yerdə görürsünüz ki, bir qardaş kimi şeyləsin, bəzi yerdə bir dost kimi, elə bir ki, getməyiniz, gəlməyiniz belə elə. Deyirəm, valla bizim xasiyyətimiz belə tutur da. Evdə də bizə deyirlər, həmişə bizim dərdimiz, sirrimiz eyni olub da. Amma rəhbər uşaqla uşaq kimi, böyüklə böyük kimi, valla mən elə qardaş, mən nə bilim, heç belə danışmaqla, danışa da bilmirəm. Ələkbər gözəl insanıdır, yaxşı xasiyyəti vardı, mülayim idi, uşaqla uşaq, böyüklə böyük, böyüklərin yolunu saxlamaq, hərda necə özünü aparmağı bilən bir insan idi. Uşaqlarını çox istəyirdi. İstəyirdi ki, oxusunlar. Xəyalın riyaziyyat dərsi olanda özünün üstündə dururdu ki, oxusun. Məsələn, xəyali üçün müəllim tutmuşdu ki, qoy yaxşı oxusun, bünövrəsi yaxşı qoysun. Papam mülayim insan olub. Yəni, mən xatırıma gəlmir ki, elə bir səhnə ki, onun bizə qışqırdığı ya acıqlandığı bir vaxtda. Yeganə, məsələn, bizə cəza olardı ki, vaxtından əvvəl, yəni bizdə o vaxtların cizgi filmlər göstərdilər, onlara baxmamış bizi yatağa göndərirdi, böyle. Yəni, elə bir sərt siması yadıma gəlmir babamın. Mən atamı 6 yaşıma qədər görmüşəm, 6 yaşıma qədər xatirələrim lap azdır. Yəni biz evdə az olurdu. Mənim yadımdadır ki, o bizi həmişə vətənpərvərliklə böyüdürdü. Biz elə ki, yığışırdıq kəndə, əmim uşaqları, bibim uşaqları, yığışırdıq, bizi boy sırayla düzürdü, eyvanda bizi əsgər marşı oxutdururdu və ondan həzz alırdı. Qutarırdı, yenə də başladı ki, bir də oxuyun, bir də oxuyun. Görürdü necə sevinirdi ona baxanda. Biz də istəyirdik ki, oxuyuq, amma papamızın xoşuna gəlsin. Erməni vandalizmi Ələkbər Əliyevi bir anda olsun rahat buraxmırdı. O, özünü müdafiə dəstəsi yaradaraq doğma torpağın müdafiəsinə qalxdı. O, həqiqətən də bağlı idi vətənə. Evdə də qaynam deyir ki, sənin o yaşın deyil, sən əskərə gedəsi deyilsən, sən 4 uşaq atasısan, sənə yaraşmaq, sən evi ilə məşğul ol, ailənin içində ol. Amma o eşitmirdi. Başqa vaxtda ana sözünə çıxan deyil, amma belə eşitmirdi. Dedim, mən getməyim. Dedi, yox, mən getməliyəm cəhbiyə, özdə su arasında. Saxladı, saxlayanda saxlayır. Yaralandım mən də orada. Ələkbər Əliyev axırıncı düşmənə qarşı etdiyi zərbələri ilə, axırıncı olan döyüşçü yaralıların çıxarılmasına göstərdiyi cəhdi ilə şəxsi nümunə kimi çox böyük yiğitlik eləmiş. Ələkbər öldü. Cismani olaraq, amma ruhən döyüşçülərin qəlbində idi. Vətənə bağlılıq, düşmənə nifrət, cəsurluq, qəhrəmanlıq sanki onun
beyninin alnına yazılmışdır. Ona görə də vətəni canından artıq sevərək, vətəni yolunda qəhrəmancasına həlak oldu. Zəng elədilər ki, Yaşım var idi. Deməli, atamla mənim elə bir xatirələrimiz yəni ki, olmayıb. Çox az mənim yadıma gəldi, çünki 4 yaşım var idi. Və atam şəhid olandan sonra mənim xatirələrimi yəni bölüşə bilərəm. Necə olur mənim üçün, həyatım necə davam edir. Bir milli qəhrəman övladı kimi yaşamışam. Düzdür, bu fəxrli bir şeydir. Fəxrli olduğu qədər də bu Şükürlər olsun, Xəyal ilə oğlu oldu birinci. Adını da qoydum. İndi uşaq da fəxr elə ki, nənə, nə yaxşı bu adı mənə qoymusan. O da biraz o bir uşaqlardan, nəvələrdən fərqlənir. Allaha şükür adını qoyduq. Mən də onun babası kimi qəhrəman, cəsur, qorxmaz, vətəni sevər, torpağını sevər, millətinə, cəmaatına hörmət edən bir insan kimi arzulayıram. Ələkbər Əliyev sadəcə ailəsinin qəlbində deyil, bizim bütün qədir bilən xalqımızın qəlbində əbədi yaşayır, gələcək nəslə örnək kimi həmişə xatırlanır.